Salam. Bugün sənin üçün araşdırdığımız mənbələr deməli elektron siqaret mövzusundadır. Bir anlıq təsəvvür et, cəmi 3 il ərzində 50 dəfə böyüyən bir bazar. 50 dəfə? Bu ağlasığmaz bir rəqəmdir. Həqiqətən və hər il milyonlarla yeni insan, əsasən də gənclər bu axına qoşulur. Albalı, saqqız, şokolad kimi xoş qoxular, parlaq cəlbedici qablaşdırmalar. Bütün bunlar onu siqaretə tamamilə təhlükəsiz bir alternativ kimi təqdim edir. Sanki bir konfetdir. Yaxşı, bəs bu şirin qoxulu, rəngarəng buxar buludlarının arxasında əslində nə gizlənir? Bugün biz sənin üçün topladığımız mənbələrdəki real insan hekayələri, ekspert rəyləri və şok edici faktlarla bu məsələnin, dərinliyinə enəcəyik və ilk olaraq gəl bir səhər yuxudan oyanıb ağciyərinin sadəcə söndüyünü öyrənən bir gəncin hekayəsi ilə başlayaq. Bu, yəqin ki, məsələnin ciddiliyini anlamaq üçün ən təsirli başlanğıcdır. Hekayənin qəhrəmanı Yegor adlı bir gəncdir. Bir səhər sinəsində kəskin ağrı ilə oyanır. Əvvəlcə elə də fikir vermir. Yəqin düşünüb ki, əzələ dartılmasıdır ya da yorğunluq. Bəli, elə düşünüb. Amma axşam yatağa uzananda çox qəribə bir şey hiss edir. Hər dəfə nəfəs alanda sinəsindən sanki ürəyinin yanından bir şaqqıltı səsi gəlir. Şaqqıltı. Necə yəni? Elə bil içəridə nəsə yerindən oynayır. Gecəni yata bilmir, səhər həkim olan həyat yoldaşı bu səsi eşidən kimi vəziyyətin ciddi olduğunu anlayır və onu dərhal rentgenə göndərir. Və adi filoqrafiya müayinəsi dərhal diaqnozu qoyur, spontan pnevmotoraks. Bu çox elmi səslənir, gəl bunu sadə dilə çevirək. Gəl belə deyək, təsəvvür et ki, ağciyərin bir şardır. Hər hansı bir səbəbdən bu halda çox güman ki, elektron siqaretin təsirindən bu şarın səthində kiçik bir dəlik yaranır. Yəni deşilir. Bəli, və nəfəs aldıqca hava həmin dəlikdən ağciyəri əhatə edən boşluğa sızmağa başlayır. Bu hava təzyiq yaradır və ağciyəri sıxaraq onu kiçik, büzüşmüş bir topaya çevirir. Yəni, ağciyər sadəcə sönür. Dəhşətdir. Mənbədə deyilirdi ki, həkimlər Yegorun xəstəxanaya öz ayaqları ilə gəlməsinə çox təəccübləniblər. Tamamilə başa düşüləndir. Çünki bu, həqiqətən də həyati təhlükəsi olan bir vəziyyətdir. Çoxları bu vəziyyətə düşəndə təcili yardımla, huşsuz vəziyyətdə gətirilir. Ən dəhşətlisi isə odur ki, xəstəxanadakı həkim Yegora deyir, sən birinci deyilsən. Wow! Bəli, məlum olur ki, son vaxtlar heç bir zədə, qəza keçirmədən tamamilə sağlam, gənc insanlar məhz bu diaqnozla onlara müraciət edirlər. Və demək olar ki, hamısının ortaq bir cəhəti var. Elektron siqaret istifadəsi. Məsələ, bu artıq tək-tək hadisə deyil, bir tendensiyaya çevrilib. Yegorun hekayəsi kifayət qədər sarsıdıcıdır, amma mənbələrdə rastlaşdığımız başqa bir təcrübə göstərir ki, vəziyyət daha da ağır ola bilər. Daha da ağır. Təsəvvür et, başqa bir qadın cəmi 7 ay elektron siqaret istifadə etdikdən sonra eyni vəziyyətlə üzləşir, amma fərq ondadır ki, o bunun fərqində belə olmur. Necə yəni fərqində olmur? Ağciyəri sönüb, amma xəbəri yoxdur. Bəli, onun hekayəsi daha da dramatikdir. O, tam 5 gün boyunca sağ ağciyərinin cəmi 10%-nin işlədiyindən xəbərsiz şəkildə həyatına davam edir. 5 gün? Bu necə mümkündür? Dəhşətli kürək ağrıları çəkir, pilləkənləri çıxanda nəfəsi kəsilir, başı gicəllənir, nevroloqa gedir, kardioloqa gedir, masaj etdirir. Və heç kimin ağlına gəlmir ki, problem ağciyərdə ola bilər? Gəlmir. Nəhayət bir həkim onu kompüter tomoqrafiyasına göndərir və mənzərə aydınlaşır. Onu təcili xəstəxanaya yerləşdirirlər və demək olar ki, dərhal əməliyyata alırlar. Anesteziyasız, qabırğalarının arasından sinəsinə qalın bir boru yeridirlər ki, o hava çölə çıxsın. O bu prosesi sanki sinəmə bıçaq soxdular deyə təsvir edir. Ağrı dözülməz olur. Və bu son deyil. Cərrahi əməliyyatdan sonra belə pnevmotoraks bir neçə dəfə təkrarlanır. Yenə. Bəli. Bir dəfə dostları ilə karaoke oxuyarkən yüksək not götürəndə, digər dəfə isə sadəcə yüngül idman hərəkətləri edərkən. Bu hadisələr onun həyatını tamamilə dəyişir. Yəni artıq həyatı daimi bir qorxu və məhdudiyyətlər içində keçir. Düzdür. Nə idman, nə mahnı oxumaq, hər şey qadağandır. Bu hekayələr çox vacib bir sual yaradır. Necə olur ki, hamının sadəcə zərərsiz buxar adlandırdığı bir şey ağciyəri bu vəziyyətə sala bilir? Bəli, əsas arqument budur axı. Bu, siqaret tüstüsü deyil, içində qətran yoxdur. Qətiyyən. Bax, mənbələrdəki ekspertlərin israrla vurğuladığı əsas məqam budur. Bu, buxar deyil, aerosoldur. Buxar deyil,
Bəs nə fərqi var ki? Fərq çox böyükdür. Buxar mayenin qaz halıdır. Məsələn, çaydanın qapağındakı kimi. Aerosol isə qazın içində asılı vəziyyətdə qalan mikroskopik hissəciklərdir. Problem də elə o hissəciklərin ölçüsündədir. Yəni, Onlar o qədər kiçikdir ki, tənəffüs yollarının müdafiə mexanizmlərindən yayınaraq ağciyərlərin ən dərin, ən ucqar hissələrinə, bir dəqiqə. Yəni problem təkcə aerosolun kimyəvi tərkibi deyil, həm də bu hissəciklərin fiziki olaraq çatdığı yerdir. Bu siqaret tüstüsünün belə bacarmadığı bir şeydir. Düz başa düşdüm. tamamilə doğrudur. Siqaret tüstüsünün hissəcikləri daha böyükdür, yuxarı yollarda ilişib qalır. Amma bu ultra kiçik aerosol hissəcikləri birbaşa alveollara çatır. Alveollar yəni qan dövranının başladığı yer. Məhz elə. Orada isə onlar iltihab yaradır, toxumanı zədələyir və zamanla fibroz kimi geri dönməz dəyişikliklərə səbəb ola bilər. Mənbələrdə ABŞ-da Evali adlanan bir xəstəlikdən də bəhs edilir. Hə, o kəskin ağciyər zədələnməsi minlərlə gəncin reanimasiyaya düşməsinə səbəb olmuşdu. Bəli, onlarla insan da həyatını itirmişdi. Amma gözdə, mənbələrdə bir ekspertin fərqli fikri də var. O iddia edir ki, Evali epidemiyası yalnız tərkibində kannabinoid yağları olan qeyri-legal mayelərlə bağlı olub. Düzdür, bu vacib bir detaldır. Yəni, adi nikotinli mayələrin buna səbəb olduğuna dair sübut yoxdur, deyir. Çox vacib bir detaldır, amma digər ekspertlər diqqəti daha böyük və daha hiləgər bir təhlükəyə çəkirlər. Aromatizatorlar. O xoş dadı verən kimyəli maddələr Bəli. Problem ondadır ki, bu maddələr qida sənayesi üçün təhlükəsizdir, yəni mədəyə getməsi üçün. Amma heç kim onların yüzlərlə dərəcə qızdırılıb, birbaşa ağciyərlərə çəkilməsinin təhlükəsizliyini yoxlamayıb. deməli, yediyimiz albalı ətri ilə nəfəs aldığımız albalı ətri tamamilə fərqli risklər daşıyır. Bu, çox insanın ağlına gəlməyən bir məqamdır. Məhz elə. Tədqiqatlar göstərir ki, bu aromatizatorlar qızdırıldıqda benzol, formaldehid kimi hamımızın tanıdığı kanserogen maddələrə çevrilə bilər. Və əsli problem yəqin ki, dəyişənlərin çoxluğudur. Əlbəttə. Minlərlə fərqli maye, yüzlərlə fərqli cihaz, biri 200 dərəcədə qızdırır, digəri 300. Kimin sağlamlığı necədir? Genetikası nədir? Bütün bunlar birləşərək riski tamamilə proqnozlaşdırılmayan edir. Bu bir növ loteriyadır. Ayda ağciyərini məhv edər və bu loteriyaya getdikcə daha çox gənci, hətta uşaqları cəlb edir. Məsələnin tibbi tərəfi qədər sosial tərəfi də narahat edicidir. Artıq bir alt mədəniyyətə çevrilib. Bəli, mənbələrdə bir nəfər sırf vape trükları, yəni o buxarla fiqurlar düzəltməyi öyrənmək üçün başladığını etiraf edir. Bu, onu xüsusilə məktəblilər üçün cəlb edici edir. Onlar bunu siqaret kimi çirkin bir vərdiş kimi yox, texnoloji, cool bir məşğuliyyət kimi görürlər. Və yaş həddi də düşür, dəhşətli dərəcədə. Bəli, mənbələrdə bir jurnalist danışır ki, məktəbdə 8 yaşlı bir qız ona heç çəkinmədən deyib ki, əlbəttə mən də çəkmişəm, 9 yaşlı rəfiqəm verir. Bu ağla sığmazdı. 8 yaş. Valideynlər bəs. Onlar həqiqətənmi bunun zərərsiz bir oyuncaq olduğunu düşünürlər? Təəssüf ki, çox vaxt belə düşünürlər. Və bu çox təhlükəlidir, çünki gənclərin tənəffüs sistemi təxminən 17 yaşına qədər tam formalaşmır. Onların ağciyərləri hələ inkişaf edir, daha həssasdılar. Mənbədə bir müəllimənin hekayəsi vardı. Dərsdə şagirddən elektron siqareti alır. Ertəsi gün anası gəlib qalmaqal salır ki, uşağımın əmlakını qaytarın. Dəhşətdir. Bu cür yanaşma gələcəkdə astma, xroniki bronxit xəstəsi olan bütöv bir nəslin yaranmasına zəmin yaradır. Üstəlik, bu bazarın nəhəng bir hissəsi tamamilə nəzarətsizdir. Rusiyadakı bazarın təxminən 68%-nin qeyri-legal, yəni boz bazar olduğu təxmin edilir. Yəni, satılan hər 3 məhsuldan ikisinin harada, nədən hazırlandığı məlum deyil. Bu da problemi tamam başqa bir səviyyəyə qaldırır. Söhbət təkcə kimyəvi maddələrdən getmir, həm də fiziki təhlükəsizlikdən gedir. Gecə partlayan cihaz hekayəsi kimi. Bəli, gənc bir qız yuxudan partlayış səsinə oyanır. Qulağı tutulur, dodağı yanır və yastığının alovlandığını görür. Səbəb isə keyfiyyətsiz, ucuz batareyalardır. Heç kim zəmanət vermir. Fiziki təsirlər bir yana, gəl bir də Andrey adlı gəncin hekayəsinə baxaq. Bu məsələnin daha az danışılan, amma bəlkə də daha qorxulu bir tərəfini, zehni təsirləri ortaya çıxarır. O, daha təhlükəsiz olduğu üçün elektron siqaretə keçmişdi, elə deyilmi? Bəli, bir müddət sonra isə çox qəribə simptomlar yaşamağa başlayıb. O, bu vəziyyəti beyin dumanlanması adlandırır. Düzdür.
Deyir ki, sanki beynimə pərdə çəkilib. Adi sözləri unutmağa başlayır, cümlə qurmaqda çətinlik çəkir, ümumi bir ləngimə hiss edir, hətta panik ataklar keçirir. Və bunu bir neçə gün çəkməyəndə simptomlar yox olur. Çəkən kimi isə duman geri qayıdır. Bu beyin dumanlanması çox maraqlıdır. Səbəb nədir? Nikotin yoxsa başqa nəsə? Mənbələr bir necə mümkün izah irəli sürür. Birincisi, nikotinin özü. Elektron siqaretlərdəki nikotin duzları bədən tərəfindən çox sürətlə mənimsənilir və beynə ani, güclü bir zərbə vurur. Bu da balansı poza bilər. Bəs nikotinsiz mayələr? İkincisi, hətta nikotinsiz adı ilə satılan mayələrin çoxunun tərkibində az miqdarda nikotin olduğu sübut olunub. Amma ən maraqlı aspekt asıllığın özüdür. Söhbət təkcə kimyəvi asıllıqdan getmir. Yəni, davranış asıllığından gedir. O ritualdan. Bəli, psixoloqlar buna ritual asıllığı deyir. Cihazı əldə tutmaq, dodaqlara aparmaq, buxarı nəfəsə çəkib buraxmaq, bütün bu proses bir rituala çevrilir. Və bu, adi siqaretdən daha güclü bir asıllıq yaradır. Yarada bilər. Çünki siqaretin sonu var, yanıb bitir. Pis qoxusu var. Amma elektron siqareti evdə, işdə, maşında, demək olar ki, fasiləsiz istifadə etmək mümkündür. Bu da asılılığı daha da dərinləşdirir. Beləliklə, topladığımız mənbələrdən ortaya çıxan mənzərə olduqca aydındır. Sönmüş ağciyərlər, geri dönməz toxuma zədələri, partlayan cihazlar, beyin dumanlanması. Bütün bunlar elektron siqaretlərin heç də zərərsiz bir alternativ olmadığını göstərir. O təhlükəsizlik illüziyası çox aldadıcıdır. Və ən böyük problem əslində bilmədiklərimizdir. Tamamilə. Uzun müddətli tədqiqatlar yoxdur. Biz tütünün zərərlərini 100 illər ərzində milyonlarla insanın həyatı bahasına öyrənmişik. Amma elektron siqaretlərin 30-40 il sonra nəyə səbəb olacağını heç kim bilmir. Yəni, bugünkü istifadəçilər fərqində olmasalar da, faktiki olaraq nəzarətsiz bir qlobal təcrübənin iştirakçılarıdırlar. Çox doğru tərifdir. Bəli, bu hekayələr göstərir ki, bəzi insanlar heç bir problem yaşamasa da, digərləri həyatlarını alt-üst edən nəticələrlə üzləşə bilər. Bu, bir növ Rus ruleti oynamağa bənzəyir. Bəlkə güllə sənin üçün deyil, bəlkə də ilk sətdə. Həyatının ən pis səhvinə çevriləcək. Sonda səni bir düşüncə ilə baş-başa buraxmaq istərdik. Mənbələrdə bir ekspert çox maraqlı bir tarixi paralellik aparır. Tütünün Avropaya gətirilməsindən onun zərərlərinin kütləvi şəkildə məhdudlaşdırılmasına qədər təxminən 400 il vaxt keçib. 400 il? İndi elmin və informasiyanın bu qədər sürətlə yayıldığı bir dövrdə tamamilə yeni bir nəsil bu vərdişə aludə olarkən, bizim hələ də elektron siqaretlərin bəlkə və əyərlərini müzakirə etməyimiz, qəti sübutlar üçün daha 10 illiklər gözləməyimiz əslində nə deməkdir?